Salam dostlar, mənim adım Ramin, Akstafa rayon Poli kəndində yaşayıram. Bu videoda istəyirəm bir-iki məsləhət verim və yeni motosiklet alanlara biraz motosikletlərdən bəhs etmək istəyirəm. Yəni bu həvəsə düşüb motosiklet almaq istəyənlərə, yeni başlayanlara bir-iki məsləhətim, sözüm olacaq. Hansı ki, bizim ölkədə biraz motosiklet barədə biraz savadsızlıq var, həddindən artıq çoxdur. Çox böyük əksəriyyət kuryerdə işləyir və kuryer üçün ən minimal, zəif motosikletlərdən istifadə edir və bu geniş yayılıb. Əsas da Bakıda. Mən Akstafada yaşayıram. Akstafada kuryerlər var, azdır. Amma həvəskar sürücülər də var. Onları görmək demək olar ki, mümkün deyil. Almışam motosiklet, tək sürürəm. Arada bir rastıma düşür. Onlarla sürmək istəyirəm. Neçə vaxt eləyə bilmirəm. Biraz başım işlərə qarışıb. İndi mən hal-hazırda yol tutmuşam benzin tökməyə. Çünki buralarda bizim rayonda Azpetrol yoxdur. 95-də ancaq Azpetrolda olur. Gedim Qazaxdan Gürcüstana gedən yolda Azpetroldan benzin töküb qayıdacağam və bu video ərzində də sizlərə motor aləmindən danışacağam. Deməli, mən bu 3-cü motosikletimdir. Bundan əvvəl ən birinci olub Nama 49 kub birinci dəfə allandım deyəndə baxdım ki, hamı ondan istifadə edir. Mən də aldım ondan. 49 kub yazılmışdı. Güman ki, pravaya görə deyirdilər ki, prava düşmür ona. Mən də o səbəbdən aldım. 49 kub yazılmışdı, amma silindrin həcmi 110 kub, hardasa 110 kuba kimi ölçüsü var idi. Normal motosikletdir. Yəni belə kuryerdə də istifadə olunur, amma əvvəl onlar idi, indi Tufan adıyla, başqa adlarla satışı davam edir. Bu motosiklet küləkli havalarda, bir də yoxuş yuxarı çıxanda gördüm artıq zəiflik hiss elədim motosikletdə. Həm də mənim çəkim biraz ağır olduğu üçün artıq istədim daha böyük kublu bir motosiklet keçim və çoxdan da izlədiyim bir motosiklet var idi. Zontes 158A var idi. Onu izləyirdim. Çoxlu yəni qaynaqlardan izləyirdim, rəsmi səhifələrindən və o motosiklet bir adamla tanış oldum və o adam həmin adam da var idi. Mənə təklif elədi ki, gəl barter edək. Mən namamı verdim ona. O da üstündə pul verdim. İşlənmiş ikinci əl, yəni o birini də ikinci əl olaraq almışdım. Amma bunun motorunda problem var idi. Motoru tez-tez qızırdı, Porsche'ni dəyişirdim. Bir sözlə bezdirmişdi məni. Daha sonra bir dəfəlik 700 manat verdim, bir dəfəlik 150 kubluq bir dənə motor aldım, təzə. Qoydum motosikletin üstünə, onu sürdüm. Bir neçə il mən işə motosikletlə gedib gəlirdim. Mənim işimi aşırırdı, çox da razı idim. Daha sonra maşın aldım. Maşın aldıqdan sonra baxdım ki, motosiklet sürməməyə başlamışam. Qalıb kənarda. Motosiklet satdım. Bir neçə ildən sonra mən hiss elədim ki, motosikletin yoxluğu təsir edir və mən motosiklet sürməkdən ötürü darıxırdım. Bir an öncə motosiklet almaq qərarına gəlməliydim. Yenə elan saytlarına motosiklet axtardım və bu Zontes markasını çoxdan güvənirdim. Zontes demək olar ki, Çinin ən keyfiyyətli motosikletlər istehsal edən firmasıdır. Motosikletdə olduqca maraqlı, dövrünə görə maraqlı komponentlər olur. Bu motosikletdə gözüm gördü və çoxdan da mən Touring Adventure motosiklet axtarırdım və bunun xəyalını qururdum illərdir və sizə məsləhətim odur ki, motosiklet alarkən, yəni sürət həvəskarı olmayın. Əgər çox sürmək istəyirsinizsə, uzun müddət sürmək istəyirsinizsə, yeganə şərti qarşınıza qoyun ki, sürət həvəskarı olmayın. Sürətli gedə bilərsiniz, amma bütün sürətlərdə qazı axıra kimi açıb farmazonluq eləməyin yeri yox. Yəni belə deyim, sizə onsuz da çox da şey eləməyin. Hamının dərdi başından aşıb. Bir də sizin hayınızda deyirlər heç kim. Kimləsə dava eləməyin. Maşınlarla ehtiyatlı olun. Əsas da maşınlardan biraz çəkinin. Yolda gedərkən yol qaydalarına riayət edin. Qalan heç nədən qorxmayın. İlk dəfə motosiklet almaq istəyənlərə qəza videoları izləməsin. Çünki qəza videolarını izlədikcə insanda istər-istəməz fobiya yaranır. Qəza videolarından uzaq durun. Elə hamı sürdüyü yerdə yıxılmır. Bu güvənli texnikadır. Maşından fərqli olaraq burada sadəcə sizin diqqət eləməli olduğunuz bəzi nüanslar var, hansı ki, yana əymə və ya xır, yəni torpaq, daşlı torpaq, çınqıllı torpaq olan yerdə sürətlər qutusunda oynamamaq və ya tormoz verməmək və yaxud da yerindən götürəndə əgər daşlıq ərazidəsənsə çox sürətli qazı açıb
açmayın. Təkər sürüşə bilər. Arxa təkər sürüşəndə çox vaxt ayağınızın biri yerdə olmalıdır ki, təhlükəsizlik baxımından. Birinci, motosikl sürətlənəndən sonra ayağınızı yerdən götürə bilərsiniz. Motosikl sürətlənməmiş ayağınızı yerdən götürən ilk başlarkən bunlara riayət edin. Yenə deyirəm, sürət həvəskarı olmayın. Kiminsə sözünə görə yarış qurmayın. Çünki sizin sürəcəyiniz motosikl heç vaxt bir yarış motosikli olmayacaq. Sadəcə sürətli getsin deyə bəzi özəlliklər, bəzi sürət qoyublar. Bu sən yarış qurmağın üçün deyil. Əlavə olaraq onu da deyim, motosikl alarkən nələrə diqqət etməlisiniz? Motosikldə əsas motorun sakit işləməyi lazımdır. Motor yəni eyni səslə işləməlidir. Dəmir səsi və yaxud da çıqqıltı səsi çox varsa o motordan, motosikldan uzaq durun. Əgər bütün günü ustalarda qalmaq istəmirsinizsə, əsas da məsəl üçün belə aksesuarlara çox da fikir verməyin, çünki onları özünüzdə ala bilərsiniz. Motosikildə ən əsas olan yer ramada çat, əyrilik olmasın. Rulunda olan əsas tormozudur və muftası normal işləsin. Ayaq tormozu yaxşı işləsin. Başqa işığı normal işləsin əgər gecə sürəcəksinizsə. Başqa mütləq kaskdan istifadə edin. Kask ala bilmirsinizsə eynək taxın. Çünki külək həm insanın gözünü yaşardır, həm vermir sürməyə və sizin gözünüzə toz və yaxud da nəsə bir şey, daş qırıntısı və yaxud da həşərat qaça bilər gözünüzə və siz qəza edə bilərsiniz. Onun üçün mütləq gözlərinizi qorumalısınız. Əlcək də çox vaxt nə üçün taxılır? Əlcək çox vaxt rezin materialdan düzəldiyi üçün, rulda rezin olduğu üçün o sürüşmür və daha yaxşı tutur. Qazı daha yaxşı və yaxud da rulu daha yaxşı tutmağınıza şərait yaradır. İkinci variantda isə əlcəyin əhəmiyyəti odur ki, siz yıxıldığınız yerə, insan yıxılanda yerə birinci əllərini yer atır, sonra dizləri dəyir yerə ən əsası. Əlləriniz əzilməsin deyə əlcək orada sizə xeyli köməklik edə bilər. Yıxılmamağa çalışın. Bunun üçün də nə etmək lazımdır? Çətin vəziyyətdə olan bu ümumi yol hərəkəti qaydalarında olmasa da bir sürücü kimi sizdə sürücülük mədəniyyəti hər şeydən öncə gəlməlidir. Yolda hamı eyni fikirdə olmur və sizin yolunuza bir adam əsəbi çıxa bilər, biri başqa fikirdən çıxa bilər. Yəni dava etməyin heç bir yeri yoxdur. Sadəcə haqlarınızı bilin. Həmişə işin çıxışına tərəf gedin ki, orada problem yaranmasın. Biri tutaq ki, maşını yolda saxlayıb, maşınla çıxmaq istəyir, sən artıq onu dörd gözlə onun hərəkətlərini izləməlisən ki, o arxaya gələndə səni görmür, çünki səni vura bilər. Ona görə yavaşmaq və çətin vəziyyətdə olan birinə yol verməlisiniz ki, o rahat çıxa bilsin. Orada dava eləməyin yeri yoxdur. Mən məsələn yol mənimdir, yol sənindir. Dayana bilirsinizsə, dayanın, yol verin və yaxud da kənara çəkilin, keçsin. Heç kimlə ədavətə çıxmayın. Yəni bunlar illərdir təcrübədə özünü göstərir ki, dava etməyin heç bir yeri yoxdur. Türklərin və yaxud da xaricilərin polisdən qaçma videolarına çox da baxmayın. Çünki bunlar hamısı müvəqqəti həvəsdir. Axırda onlar da yenə də ziyanla qurtulurlar. Siz əgər sakit, özünüz üçün motosiklet həvəskarsınızsa, sürün, gedin, insanların, maşınların az olan bir yerdə səyahət edin və yaxud da işə gedib gəlirsiniz. Rahat sürün, sakit, heç kimdə işiniz olmasın. Heç kimin, yəni belə deyim də, yəni vecinə də deyil sizin motosikliniz. Yəni bunu bir dəfəlik yadınızda saxlayın, ondan sonra hər şey qaydasında irəliləyəcək. Ola bilsin sizə yoldan keçənlər baxırsa, orada əlavə hərəkət eləməyə ehtiyac yoxdur. 100% motosikl sürərkən təhlükəsizliyinizi və mədəni olmağınızı unutmayın. Mədəni olmalısınız ki, insanlar sizi sevsin. Çünki Azərbaycanda olduqca böyük kütlə ancaq maşın həvəskarıdır. İnsandan çox baxırsan ki, bir küçədə insandan çox maşın var. Maşın həvəskarı olduğumuzu göstərir. Məsəl üçün başqa ölkələrə baxsaq, burada maşın bizim rayonlarda heç velosiped yolları yoxdur. Velosipedlərə daha çox üstünlük verirlər ki, insanlar daha az qəza eləsin, daha sıxlıq tıxac olmasın. Amma bizim ölkədə hələ təkcə Bakıda bu yavaş-yavaş yaradılır. Ona da etiraz edirlər. Ona görə də yəni bir ön yarğı var. Bunları nəzərə alın ki, gələcəkdə problemləriniz olmasın. Belə ağlıma gələn qədər motosikl həvəskarlarına məsləhətlər verdim. Yadıma düşdükcə əlavə videolar çəkəcəm. Başqa suallarınız olsa, şərhlər bölümündə yaza bilərsiniz. Hər hansı bir sualınız varsa mütləq cavablandıracağam. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Why don't you ride a bike? Love, la la la. Why don't you ride a bike anymore? Why don't you ride a bike? Love, la la la. Why
Why don't you let in the sun? Why don't you go for a walk? Why don't you look at the garden? Why don't you smile anymore? Why don't you let in the sun? Why don't you go for a walk? Why don't you look at the garden? Why don't you smile